Bugün Novruzun son çərşənbəsi olan Torpaq çərşənbəsini qeyd edirik. Torpaq və kompüter qrafikası dedikdə, yəqin ki, çoxumuzun ağlına Dün filmləri gəlir. Ekspertlərin hesablamalarına görə, hər iki filmin vizual effekt prosesinə ümumilikdə 70 milyon dollardan çox vəsait xərclənir. Gəlin Dün filmində istifadə olunan bəzi VFX texnikalardan danışaq. Belə ki, filmlərdə adətən blue screen fonları işlədilir. Amma burada rejissorlar sad screen, yəni səhraya uyğun rəngli fonlardan istifadə ediblər ki, həm işıqlandırma təbii qalsın, həm də kompüter qrafikası, yəni CGI daha rahat inteqrasiya olunsun. Elə buna görə də aktyorlar özlərini həqiqətən Arakisdə hiss ediblər. Ən maraqlısı isə qumun özüdür. Filmdəki hər qum dənəsi xüsusi işlənilir. Onu düzgün canlandırmaq üçün Houdini proqramından istifadə edilib. Proqramda qum elə modelləşdirilib ki, o, su kimi axaraq qurdların hərəkətinə uyğun dalğalansın və təbii axın effekti yaratsın. Nəticədə Dün filminin izləyiciləri də özlərini Arakis səhrasında hiss etdilər. Torpaq çərşənbəniz mübarək.